Salam hörmətli təlim iştirakçıları, hər birinizi salamlayıram. Bu günləri son təlimlərimizdir. Bu bir ay müddətində ümid edirəm və görürəm ki, mükəmməl şəkildə siz bu əl işlərini mənimsəşiniz. Bu əl işləri o demək deyil ki, bizim layihəmiz 3 ay müddətindədir. Onunla da artıq sizinlə bizim təmasımız tutarıq. Elə deyil, biz bu layihənin davamlığı olaraq mütəmadi sizin burada öyrəndikləriniz və evdə hansısa bir əl işlərini əlsiyə gətirirsizsə, biz onların satış sərgilərini təşkil edəcəyik. Demək olar ki, nə qədər ki, bu istedadlarla ictimai birliyi var, təşkilat var. Təşkilatın bütün sərgilərinə burada bu kursda öyrənən əlilliyi olan şəxslər hər biri mütəmadi sərgilərə çıxış edir. İnşallah ki, bizim ayın 27-sində Xırdalan şəhəri Alpaq yaşayış kompleksində 3 günlük sərgimiz olacaqdır. Biz niyə oranı seçdik? Orada ictimaiyyət nümayəndələrinin o park ərazisinə gəlib gedən insanların daha sıxlıq olduğu üçün oranı seçmişik. Və növbəti Binəqədi rayonunda Heydər Əliyev parkında olacaqdır bu sərgilər. Eyni zamanda əlilliyi olan insanların ifasında konsert proqramları olacaq. Bundan sonra Qaradağ, Yanardağ ərazisində bir həftəlik sərgimiz olacaq. Ümid edirəm ki, bu sərgidən, bu kurslardan nə isə öyrəndiniz və nə xoş bizim halımıza ki, biz bu layihəni icra elədik və sizləri tanıdıq. Uğurlar arzulayıram. Bir daha növbəti sərgilərdə görüşənə qədər. Və bildirim ki, sizin burada öyrəndiyiniz üçün bu əl işlərini siz sertifikatla təzyiq olunacaqsınız. Bizdə 20 nəfər ötəsilik etmişdir. Yəni, sizə baxıram 30 nəfərdən çox üzvlərimiz var. Yeni üzvlərdir bunlar. Yəni, əvvəlki üzvlərdən fərqli olan. İstidadlarla ictimai birliyiniz. Demək olar ki, 300 nəfər əl işləri ilə bağlı olan üzvləri var ki, onlar artıq peşəkar bir sənət insanlardır. Təkrar uğurlar arzulayıram sizə. Sağ olun. Salam əziz iştirakçılar, mən də hamınızı salamlayıram. Bugün bizim 8-ci təlimimizdir və sonuncu günümüzdür. Amma ümid edirəm ki, sonuncu görüşümüz olmayacaq. Çünki biz sizdən sərgilərdə görüşəcəyik və siz burada hazırladığınız əl işlərinizi, eyni zamanda bu öyrəndiyiniz işlərin formatında evdə də işlər hazırlaya bilərsiniz və sərgi üçün bir çox işlər hazırlaya bilərsiniz. Çünki, məsələn, bu üzr istəyirəm, çanta toxuyur Bəsti xanım. Çantanın toxunuşu ilə oyuncağın toxunuşu da eynidir əslində. Yəni, bu formada oyuncaq da başlaya bilər. Böyük, kiçik ölçülü çantalar işləyə bilərsiniz. Burada Rəvanə ilə anası da çanta işləyirlər. Eyni zamanda Rəvanə özü muncuq hazırlayır. Rəvanə ilk dərslə son dərsi arasında çox böyük fərq var. Rəvanə həm ümumiyyətlə başlamaq istəmirdi, bacara biləcəyinə inanmırdı. Amma bugün Rəvanə çox sürətli şəkildə bir dərsə bir neçə muncuq, 10-a qədər muncuq hazırlayır və yorulmur. Çox həvəslidir, davam eləmək istəyir və yeni bir şeylər öyrənmək istəyir. Eyni zamanda Nilüfər qızımız yəni heç bacarmırdı, sıfırdan öyrənir. Görürsünüz, bugün necə səbət toplayıb, hazır gətirib artıq. Sonra burada Qəfə xanımda çanta hazırlayır. Üçüncü çantasıdır. Üçüncü çantasıdır. Yəni sərgiyə görə hamı çalışır ki, daha çox iş hazırlasın. İlhamə xanım, sizdə neçənci çantadır? Məndə 4-cü, məni ilhamlandırmışsınız, ancaq biraz yarımçıqlarım var. Təşəkkür edirəm sizə. Bitirərsiniz inşallah. Sərgiyə qədər bütün yarımçıq işləri tamamlayacağıq. Gülayla maması da burada, Zəhra ilə Sadır xanımda. Artıq sizdə də neçənci çantadır? İkinci. İkinci çantadır və bundan başqa Zəhra özü də qolbaqlar hazırlayır çox sayda. Fərmanə qızımız da çox qəşəng işləyir. Gözəl muncuqları var özü kimi və bunları rəngarəng şəkildə qolbaq hazırlayır anası ilə birlikdə.
Bir de burada koyacaksın başlar. Yok verdim sana. Bir de burada Nisə var. Nisə ən inadkar, ən məqsədyönlü iştirakçılarımızdan biridir. Çünki Nisənin görməsində çox ciddi zəiflik olsa da, amma bu muncuq çantanı hazırlamaqda israr elədi. Dedi ki, mən sırf muncuq çanta hazırlamaq istəyirəm. Ona görə, yəni birinci dərsdən bu yerə muncuq çantanı demək olar ki, bitirir. Hər dəfədə səhvlər eləsə də öz səhvlərini düzəltməyə çalışır. Kral damaması ilə birlikdə həm çanta hazırlayırlar, həm muncuq qolbaqlar hazırlayırlar. Könül xanım da mükəmməl şəkildə hazırlayır Könül xanım. Könül xanım da sıfırdan başlayıb. Yəni başlayanda qətiyyən bu işi bilmirdi. Həm hörmət texnikasını, həm də muncuq işini. Bir dənə bizdə Fərdə xanımdır. Fərdə xanım da maşallah bizə gələndə peşəkar idi. İndi biraz da özünü daha da inkişaf etdirib, fərqli şeylər hazırlayıb, fərqli saplarla, materiallarla işlədi burada və onların da texnikasını öyrəndi və çox sayda, bəlkə sayını bilmirəm, ən çox deyəsən çanta hazırlayan iştirakçımız Fərdə xanımdır. Hamımıza uğurlar arzulayam. Yəni bu bizim axırıncı görüşümüz deyil, bilirsiniz ki, biz yenə sərgilərdə görüşəcəyik sizlə və sizdən daha gözəl işlər gözləyirəm. Hamımıza uğurlar arzulayıram. Sağ olun. Sağ olun. Təşəkkür ederim. Ben burada İki deneyle gelirsen iyi şart geçer ama üç deneyle geçirsen olur. Ben bu deneyle çözmeyeceğim. Seçimiz değil. Üçünde bir tane verirsen Arkasında başı salonda geldim. Bak sizde. Gel Nilüfer, gel. danışarım sen o yap. Evirəm, neçəsini söyləmişəm. Burada korumuzdan. Anam, boşaldırsan anamdıkları. Ben bir bu Getirsin kadar getirmem.
Önerileri ve skala. Aslan hizmetten git. Eşidirəm mən səni. Aslan hizmetten gelmiş. Anamda yatıp. Ben de arkanın ayağının altında yatıp dalmışım. Möhtəşəm. Açılmışdır. Bakın Ben onu gördüm mü? Masal çekiyor, geçtirmeyecek. Kəsiz qram çıxıqları. Qayçı. Sıra motada əlimdə. Görürsən nə sürətli. Mənim elə ağım da var, mənim onu da. Yüzməyi sürətli öyrənirəm. Hamısı sizin sayenizdə, hamısı. Yaxşı. Bax belə necə eləmişdi? Şərfi başda bir sıra başda. Daha alınır sizə. Alındı. Buradan keseceksiniz, sonra takacağız. Bir tane takırsınız. Ama bu kalın değil, çok. Bir de parçası var. Dostum getirsinler, ben Olamak çıkıyor, olamak Ağaçta kaplayacağız. Açık kalsın. şey var. Çok var.
Bakın buna göre zaten. Onun şu yönü bir tane gidecek, orada az kaldı. Keçide yorar. Ne bir de oranca azaltıyor, ne bir de keçiler. O magazin uzaktır. O magazin uzaktır. Çıkartalım, kendileri de parlayacak. Çok sevdim. En çetin müzik, geçti bu bakmalı diye bu eline geçse, bu yerinde koymadık mesela sesmesi. İsteyen olsa da için burada Akses Bank'ın bölümünde bir magazinimizde çok O. YouTube olarak öyle çok mutlu bunu. çeşit çok. Evler çok. Yok canım, o almadı. Aralarda hemen çıkıyor. Diğer kızım burada gitmiyor. Bir tane geçirseydim. Ondan sonra ikincisindeki gibi. Yok, böyle üç tane. Birinci durum gördüm. Sağ olun.
edecek. Sonra Ayağım da burada. Ayağı da evet. Ya ne olur? Kuzağında eşimizde kaçırdığı kulaklarını haberlerini verdiler. Yani var bir kimlikler. Ne yapalım? Evet. Yok, kapak söhbəti 2 ilimdir. Təzə deyil. Öyle diyor. Sen alırsan valla. Göstereceğim. Düğünler bulanda ne vakit saplar birbirine yüze gelir, onda düğün. Siz düğünü okulda ikramınızı alın, əlavə atmışı düğünü alın. Bu saplar birbirine silmək lazımdır ki, burada saplar birbirine görməyəcək ki, bu sap bir olmaz ki, düğün üstündə, yoxsa altıda tutanda. Düğün gəlir, sap gəlir, üstündə olmamış geçir. Ben de görmedim. Çok görünmez, tam görünmez. Sen hemşire mi? Ama sen yine bir şey yapıyorsan bunu da böyle yapıyorsun. Nasıl bilmeyeceğim? Düğün ancak saplar boğuldan dedi. Ne? Bunu burada söylediler. Ah güzel o ne güzel. Ah güzel o. Ya. Bir sıra ya, bir sıra yapacağız. Efendim? Türkan. Geldi. Şunlara gelmiş. Geldin de oturan geldi. İyi gidersiniz. Aklıncıya gelende aklıncıya gelende. Gelme, gelme. Öldün mü?
Ama o növbəti sırada, yeni sırada, əvvəlki sıranın Bak onu da yine o ayakıncı sayılır, ortasını kapat. 1, 2, 3, 4, ne böyle siz dağıtır. Aynı olduğunu dağıtır. Bak öyle burada. Her iki yanına. Böyle yazılır. Dəstən öyrədəsən verirlər də, ikisi birdən çox Bak buradan 3 tane işte. Deyirəm. Buradan 3 tane. Deyirəm Cümül müəllimə. Evet. Sərgiləri belə ekskursiya eləmək olar. Belə siz danışarsınız, göstərərsiniz cəmaata, millətə. Merhabaçın anne var. Məlimə sonra 2 dənə ilə gedirlər, 3 dənə ilə keçir. Zaten kaçtım 2 dənə ilə Sen hansılar? Biz bellerin bağlamışız. Burada sivil qabı var. Axırda gedir, Hə, onda Qurban səndən gedirəm də, görürsən şey O ama sapı bunun da sapı görmek gerekiyor. Niye böyledir? Bak o şiştahına ne olmuş bak. Bak pişir veriyor sapı. Sapın burasına sürüyor. Bakın böyle bir şey bilip sapı. Şiştahına elleyip ona göre. Zara sökmeyin. Bir kıvranımı var. Kıvranırsınız. Dairəni genişləndirir. Su neyməsi var? Sökürək sultanı. Pərvanə. o başı qarışsın, ay. Babaları düzlər, onu eləmə. Düz, əsas düzməyi öyrənərək. Uşaqlar məsələn şeyində, kənar adamlar, Nə mənim daha şey bilmirəm ki, soruşun da, yəqin ki, nə var ki, orada valideynində gələr. deyirəm şey də öyrənərək. Bunlar mənim ölçüm gedirlər. Saydım şeylər. Yes.
2, o da 6. Yazın, müəllimə yazıb da Bəs baba, mən birinci səfər gələndə Siz iştirakçılar, bugün artıq sizinlə 8-ci təlimimizin sonuna gəldik və bilirsiniz sonuncu təlimimizdir. Və yenə də iştirakçıların əksəriyyəti yarımçıq işlərini tamamladı, amma yenə də yarımçıq işləri olanlar var. Onlar da sərgiyə qədər tamamlayacaq. Çünki demək olar ki, iştirakçıların hamısı, böyük əksər hissəsi sərbəst işləməyi öyrəndilər. Yenə nə çətinliyiniz olsa məndən soruşa bilərsiniz. Və sərgiyə qədər qalan işlərinizi tamamlayın ki, biz sərgidə hamısını satışa çıxara bilək. Bugün artıq biz iştirakçıların neçə gün ərzində hazırladıqları hazır əl işlərini özlərinə təhvil veririk. Neçə gündür bizdə yığılırdı, çünki biz oradakı səhvləri düzəldirdik, yarımçıq işləri tamamlayırdıq. Artıq bugün son gün olduğuna görə hamının öz əl işlərini özlərinə təhvil veririk ki, sərgidə rahat gətirsinlər, heç kimin işi bir-birinə qarışmasın. Çünki demək olar ki, bütün iştirakçılar muncuq çanta hazırlayıb, bütün iştirakçılar qolbaqlar hazırlayıblar və bir neçə fərqli işlər də var. Bu əsasən toxunma çantalardır və səbətlər hazırlayıblar burada, fərqli işlərimizdə. Nilüfər qızımız bugün səbətini artıq tamamladı, altlığını da ver Nilüfər. Aha, baxın bunu tamamladı, belə saxlama səbəti. Və digər iştirakçılarımızda da yardımcı nə işlər varsa bitirirlər və biz sizinlə yeni görüşümüz, növbəti görüşümüz sərgidə olacaq inşallah. Hamınıza uğurlar arzulayıram. Həmişə nə sualınız olsa mənə verə bilərsiniz. Sağ olun. Sağ olun.